Salam, hörmətli tamaşaçılar, efirdə Xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Bugün Xaribə bayramıdır. Pravoslav kilsəsi isə Peyğəmbərin dünyaya gələcəyi müjdəsi gününü Tamariz kəndində də qeyd etdi. Xüsusi reportajımızı izləyək. Pravoslav kilsəsi bugün Xariba, yəni Şad Xəbər bayramını qeyd edir. Xariba 12 ilahi bayramlardan biridir. Aprelin 7-sində Allaha ən yaxın mələklərdən olan Cəbrail indiki İsrail ərazisində Nasıra şəhərində İsa Məsihin anası olacaq Məryəm anaya şad xəbər gətirir ki, sən dünyanı bəd əməllərdən qoruyacaq, insanları xilas edəcək şəxsi İsa Məsihi dünyaya gətirəcəksən. Xristianlığın pravoslav qolu bu hadisənin rəmzi olaraq aprelin 7-sini Şad Xəbər bayramı kimi qeyd edir. İlk növbədə hər kəsi Xaribə bayramı münasibəti ilə təbrik edirəm. Bu bayram xüsusi əhəmiyyətə malikdir. Belə ki, eramızdan əvvəlki dövrdə İsa Məsihin gözləntisi, gəlişi gözlənilirdi. O, yer üzünə gəlməli idi, doğulmalı idi. Bütün bunlar Xaribə bayramı ilə başlayır. Belə ki, mələklərin başı olan Cəbrail İsa Məsihin anası Məryəmə deyir ki, sən xüsusi bir varlıqsan, xüsusi ana kimi seçilibsən, dünyanın xilaskarını, İsanı sən dünyaya gətirəcəksən. Məryəm Cəbrailə deyir ki, mən kişi tanımıram, bu necə baş verəcək? Cəbrail cavab verir ki, ulu Tanrının əmri ilə bu baş verəcək. Yəni, insanın düşünə bilmədiyi bir qüvvənin yardımçılığı ilə İsa Məsih Məryəmin bətninə enir. Bu hadisə heç kimin açıqlaya bilməyəcəyi möcüzədir. Uzun sözün qısası, bu gün, yəni aprelin 7-sində Cəbrail Məryəm anaya bu məlumatı, xəbəri gətirdiyi gündür. Bu gündən sonra hamı bilir ki, Məsih dünyaya gələcək, yer üzündə öz dualarını oxuyacaq, günahları özünə götürəcək və 33 illik ömründə insanlara yalnız yaxşı xeyir əməllər etməyin vacib olduğunu göstərəcək. Bugün müqəddəs Georgi adına kilsəyə baş çəkdik. Orada Xaribə bayramını qeyd etdik. Bugünün duaları oxundu. Bütün Gürcüstanı bu bayram münasibəti ilə təbrik edirəm. Olub ki, qocalar da dünyaya uşaq gətirib, amma Bakirənin doğması bu günəş altında tamamilə yeni bir hadisə idi. Məryəm bu xəbəri itaətkar bir imanla qəbul etdi. O öz qəlbini Allaha açdı və bütün iradəsini ilahi iradəyə tabe etdi. Bu hadisənin 7 apreldə qeyd edilməsi isə heç də təsadüfi deyil. Belə ki, bu bayramdan tam 9 ay sonra, yanvarın 7-si Milad bayramı qeyd edilir. Bugün həm də beynəlxalq sağlamlıq günüdür. Bu münasibətlə Marneolidə aksiya keçirildi, tibbi aksiya baş tutdu. 7 aprel beynəlxalq sağlamlıq günüdür. Bugün 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib. Sağlamlıq günü ilə əlaqədar Marneoli bələdiyyəsinin yerli özünü idarəsi və Aversi klinikası birlikdə ödənişsiz tibbi aksiya keçirdilər. Belə ki, səhər saat 11-dən etibarən meriya binasında aksiya başladı. Burada vətəndaşlar göz təzyiqinin ölçülməsi, gözün dəyərləndirilməsi, katarakt və qlaukomanın aşkarlanması, görmə testləri və eynəyin seçilməsi kimi müayinələrdən tamamilə ödənişsiz yararlandılar. Gözümə şüşə qırığı batmışdı. Onu əməliyyatla çıxarıb gözümü təmizlədilər. İndi də yoxlamağa gəlmişdim. Mən də həkimlər və xidmətdən çox razıyam. Məncə bu cür təmənnasız aksiyaların sayı çox olarsa daha yaxşı olar. Mən də gəldim, gözlərimi yoxlatdım. Çox razı qaldım. Aksiya sakinlər üçün göz problemləri üzrə müayinə aparılmasını nəzərdə tuturdu. Vətəndaşlar səhhətlərinin yaxşılaşmasının qayğısına vaxtında qalanda çox yaxşı nəticələr əldə etmiş olurlar. Gözlə bağlı istənilən problemlərin vaxtında aşkarlanıb aradan qaldırılmasına çalışırıq. Adətən hər il bugün maarifləndirici tədbirlər, seminarlar, yürüşlər, sağlamlıq yoxlamaları, pulsuz tibbi müayinələr, sağlam qidalanma və fiziki aktivlik haqqında təbliğatlar məktəblərdə və ictimai yerlərdə təlimlər keçirilir.
Kvemokardidə 2 yeni məktəb binası təmirdən çıxıb, açılışlarında isə bölgə qubernatoru da iştirak edib. Kvemokardi bölgəsində Qardabani bələdiyyəsinin Yeni Samqori kəndinin və Bolnis bələdiyyəsinin 3 saylı ictimai məktəbinin binası tamamilə yenidən təmir olundu. Təhsil, Elm və Gənclər naziri Aleksandr Çuladze, Kvemokardinin dövlət nümayəndəsi Georgi Doktorishvili və bələdiyyələrin rəsmiləri ilə birlikdə bərpa olunmuş dövlət məktəblərinə baş çəkdi. Sözü gedən təhsil infrastrukturunun inkişafına ümumilikdə 7 milyon lari xərclənib. Layihəyə əsasən hər iki təhsil ocağı həm daxili məkanların təşkili, həm də xarici perimetrlər baxımından müasir standartlara tam cavab verir. Xəbərlər informasiya proqramı sona çatdı, hörmətli tamaşaçılar. Sabah eyni vaxtda görüşmək ümidi ilə sağlıqla qalın.